Vitamin dedikdə, mineral dedikdə hamıya xoş gəlir vitamin və elə düşünürlər ki, biz bunu istədiyimiz qədər və istədiyimiz formada qəbul edə bilərik. Təbii ki, vitaminlər zərərsiz bir qida əlavələri olsalar da, onlar çox önəmli funksiyalar daşıyırlar. Onların dozası, miqdarı, növü orqanizmdə çox önəmlidir. Bayaq dedik ki, kofaktorlardır. Yəni vitaminlər fermentləri aktivləşdirir. Əgər hər hansı bir vitaminin miqdarı çox olarsa, o fermentin aktivləşməyin də əlavə orqanizm üçün bir fəsadları var. Misal üçün dəmirdir, D vitaminidir. Bunların həddən artıq çoxluğu ciddi orqanizmdə toksiki dozaları var və ciddi fəsadlar verir. Və adətən firma və apteklərdə satılan vitaminlər dozaya görə iki qrup olunur. Bir profilaktik dozada qəbul olunma, yəni bir də müalicə dozası. Müalicə dozası sırf həkim tərəfindən təyin olunmalıdır. Ona ümumiyyətlə icazə yoxdur ki, xəstə öz başına istifadə olunsun və analizsiz. Amma profilaktik dozada da həddi aşmamaq. Misal üçün qış aylarında bir qutu profilaktik olaraq qəbul eləmək olar. Amma misal üçün hələ daimi olaraq mən profilaktik vitamin qəbul edəcəm, o da düz deyil. Və bəli, vitaminin hansı şəkildə qəbul etməli, bayaq dediyiniz kimi, misal üçün dəmirlə vitamin C-ni eyni vaxtda qəbul etmək yaxşıdır, çünki vitamin C dəmirin sorulmağını artırır. Amma bəzi vitaminlər var ki, minerallar var ki, onlar əks olaraq sorulmanı zəiflədə bilər və ya bəzi minerallar artıqlığı artıq həmən mineralların mübadilə pozuntusuna gətirib çıxarda bilər. Məsələn, kalsium mübadiləsi pozula bilər, böyrək daşı və digər osteoxondroz kimi proseslər orqanizmdə baş verə bilər.